Salam əziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün yağışlı gündür. Deməli 2025-ci ilin ana üsküylərini hazırlayırıq. Ana arı yetişdirmək üçün üsküylər, təbii mumdan üsküylər hazırlayırıq. Deməli dostlar, bu üsküyləri hazırlamaq düzdür, biraz vaxt aparan bir işdir. Çünki mən həmişə üstünlük verirəm keyfiyyət. Hər il mən bu üsküylərin hazırlanması qaydasını paylaşıram bütün kanallarımızda. Mənə bəzən dostlarım deyir ki, sən özünə niyə əziyyət verirsən, bu qədər hazır plastik üsküylər satılır. Bilirəm, o üsküylər də dostlar, o plastik üsküylər həm kimyəvidir, həm mənim üçün bu xoşdur, rahatdır. Bir də ki, arılar da, ana arıları, baxın bu cür təbii mumdan daha yaxşı hazırlayırlar, daha tez hazırlayırlar. Həm də ki, demək dostlar, baxın bu üsküyləri hazırlanması, baxın mən bu cür fikirləşmişəm bu qaydada. Yəni həm tez başa gəlsin deyə. Şimdi baxın, mən göstərirəm sizə bir neçə saniyə ərzində, baxın neçə ədəd mən üsküy hazırlayıram, siz sayın. Baxın dostlar, 14 ədəd bir neçə saniyə ərzində mən 14 ədəd üsküy hazırlayıram. Təxminən bir 20-30 saniyə ərzində gördünüzmü? 13-14 ədəd çox da hazırlaya bilərəm. Amma ehtiyac duymuram. Yəni məni bu qane eləyir. Bax, bu qaydada baxın 20-30 saniyə ərzində baxın nə qədər üsküylər hazırlayıram dostlar. Yəni bir gün oturub özümə əziyyət verirəm. Yəni baxın, çoxlu üsküylər hazırlayıram və bütün mövsüm boyu istifadə edirəm dostlar. Həm təbii, yəni arıların öz istehsal etdiyi mumdan, həm də ki, nə qədər istəyirəm yetişdirirəm, nə qədər istəyirəm istifadə edirəm. Həm də arı südü götürmək üçün də gözəl, daha yaxşı, mükəmməldir. Və bunları arılar da həvəslə ana arıları hazırlayırlar. Yəni heç bir problemsiz. Yəni mən bunu daha çox hazırlaya bilərəm. Amma ehtiyac duymuram. 14 ədəd burada bu şablonlar yerləşdirmişəm. Baxın, cəmi 20-30 saniyə ərzində mən 13-14 ədəd ana üsküyləri hazırlayıram. Hər bir şey normal və bunları bütün mövsüm boyu istifadə edirəm əziz dostlar. Belə baxın, bu cür günəş aparatında əritdiyim mumdur. Yəni yay zamanı təbii mum. Bu cür mən əlavə edirəm.
İnşallah 2025-ci il uğurlu il olsun. Gözəl ana arılar inşallah yetişdirəcəyik. Hər kəsə, hər bir arıçıya uğurlar arzu edirəm dostlar. Həmişə bu videoları mən paylaşıram. Baxın nə gözəl ana üsküyləri. Yəni heç bir əziyyəti yoxdur, heç bir problemi yoxdur. O plastik üsküyləri də mən vallahi qəbul eləmirəm. Mənim üçün bu rahatdır, mənim üçün bu daha keyfiyyətlidir. Heç bir problem də olmur. Baxın, qısa zamanda sonra da dostlar, baxın bu cür şpirislərdən hazırladığım bu başlıqlara bunları yapışdırıram. Baxın. Və bu çərçivələrə bərkidirəm, yerləşdirirəm. Sürfə köçürmə yolu ilə gözəl ana arılar yetişdiririk və hər şey olur normal, super. Adi bir şeylərdir dostlar, ucuz, keyfiyyətli. Baxın, adi şpirislərdən hazırlamışam. Yəni qəfəsləmək üçün ana arıları çıxmazdan öncə bu şpirisləri yerləşdirirəm. Yəni bir neçə ildir ki mən bunu bu qaydada, bu cür ana arılar yetişdirirəm dostlar. Yəni bütün kanallarımda da paylaşmışam. Mənə bu rahatdır, mənə bu xoşdur. Hər bir şey super. Odur ki dostlar, mövsümünüz uğurlu olsun. Sağ olun, özünüzü qoruyun.